Dostlar salam, mən Dəniz, Hong Kong Universitetində kompüter elmləri ixtisası üzrə təhsil alıram. Hong Kongda qarşılaşdığım mədəniyyət şokları ilə bağlı çox sual verirdiniz və nəhayət ki, bugün istədim bu barədə uzun bir video çəkim. Gəlin başlayaq. Birinci məqam, elə Hong Konga getdiyim ilk günlərdən fikir verdik. Çox nizamlıdırlar, həddindən artıq çox disiplinli insanlardılar. Təsəvvür eləyin ki, hər hansı bir liftə minəndə bu insanlar həmişə bir-bir sıraya düzülürlər. Və yaxud da metroda deyək ki, siz qatarı gözləyirsiniz. Qatarı gözlədikləri yerdə ümumiyyətlə əvvəldən orada bilinir ki, qatar harda saxlayacaq və deyək ki, yəni bura qatarın girişidir. Sağ və sol tərəfdən kimlər qatara minəcəksə onlar dayanır və mütləq şəkildə ortadakı yeri də boş saxlayırlar ki, kim qatardan çıxacaqsa o rahatlıqla qatardan çıxa bilsin. Və yəni hər kəs bu qaydalara əməl eləyir. Orada kimsə sizə hər dəfə deməli deyil ki, sıraya düzül, bunu elə, onu elə. Yəni hər biri zaten bunu başa düşür və buna əməl eləyirlər. Hətta məsələn bizim universitetin həyətində indi onun bir şəklini, videosunu tapa bilsəm buralara bir yerlərə yerləşdirərəm. Nə qədər uzun sıralar olur. Xüsusən də məsələn axşamlar universitetdən artıq hamı çıxanda liftin qarşısında o qədər uzun sıralar olur ki və bu sıranı heç kim pozmurdu. Yəni muncuq kimi hamı sıraya düzülür. Bu əslində həqiqətən də işi bir qədər asanlaşdırır. Çünki bir var ki, hamı liftin ağzına doluşsun, yığışsın. Onda yəni həm qarışıqlıq yaranır, həm də daha gec əslində liftə daxil olmaq olur. Nəinki belə hamı sıraya düzülür sırayla. Hətta təsəvvür eləyin ki, liftin içində belə, liftin içinə girəndə də hamı sırayla girir. Birinci sıra düzülür, sonra ikinci sıra, üçüncü sıra, yəni belə sırayla liftin içində belə düzülürlər. Bu görəndə şəxsən mənə çox təəccüblü gəlmişdi. Çünki Azərbaycanda, yəni Bakıdakı metrolarda və s. olan vəziyyəti, insan çoxluğunu nəzərə alsaq, adama bu çox qəribə gəlir əslində. Növbəti mövzu yemək mövzusudur əlbəttə ki. Birinci məsələ odur ki, demək olar ki, duzdan və yağdan çox az istifadə edirlər. Xüsusilə də duzdan. Təsəvvür eləyin ki, siz düyü sifariş eləyirsiniz. Sizin qarşınıza bildiyiniz ağ düyü gəlir. Yəni duzsuz, yağsız bildiyiniz düyü. İndi bura onun da şəklini qoyaram. Çörəkdən ümumiyyətlə çox az istifadə edirlər və istifadə eləmirlər. Elə hər şeyin yanında düyü ya da məsələn spagetti və s. belə şeylər sifariş eləyirlər. Bu arada mənim özümə də təəccüblü gəlmişdi. Məsələn, biz universitet kantinində də yeyirik. Onlar həmişə çalışırlar ki, yeməyin yanına hansı tərəvəzlərdən və s. qoysunlar. Məsələn, mən balıq və düyü sifariş edirəm. Onun yanında mütləq ki, kök, brokoli, yəni belə şeylər əlavə eləyirlər özləri. Yemək mövzusuna gəlmişkən bu məqamı da qeyd edeyim. Orada restoranlarda çox vaxt sizə ilıq və yaxud da isti su gətirirlər. Bunun əslində bir neçə səbəbi var imiş. Düşünürlər ki, isti su, ilıq su içdikdə bu bizim həzm sistemimizə xeyirdir. Yəni yeməkdən öncə mütləq şəkildə ilıq su içmək lazımdır. Amma eyni zamanda bəzən qaynar su gətirirlər belə böyük bir boş qabda. Bu normalda onların sizə verdiyi o çəngəl, qaşıq və s. bunları yumaq üçündür. Yumaq deməyən, yəni yaxalamaq üçündür. Yeməkdən öncə istəyirsiniz ki, öz qaşığınızı, çəngəlinizi və yaxud da çox vaxt onlar chopstick çubuqlar istifadə edirlər. Onu yaxalayasınız. Bir növ onu qaynar suya salıb biraz təmizləmiş olursunuz. Əlbəttə ki, sizə yuyulub gətirirlər bunların hamısını, amma hər hala qarşı yenə də həmin o qaynar suyu sizə verirlər, yəni. Və yaxud da bəzi restoranlarda ilıq su əvəzinə məsələn çay verirlər. Bitdikcə gəlib təzədən yenidən doldururlar. Çox vaxt bu amma qara çay deyil, yaşıl çay tipli bir şeydir. Bu arada bayaq duz haqqında danışdım. Duz əvəzinə məsələn desəz ki, bəs o zaman nə ilə dadlandırırlar? Əslində duz istifadə eləməsələr də onun əvəzinə məsələn soya sosu və yaxud da başqa ədviyyatlar istifadə edə bilirlər. Növbəti məsələ avtobusların, metronun və s. çox dəqiq işləməyidir. Biz hər birimiz orada telefonumuza bir proqram yükləyirik və bu proqramla dəqiq baxa bilirik ki, dəqiqəsinə qədər avtobus saat neçədə gələcək, hansı stansiyadan hansı stansiyaya, hansı müddət ərzində çatacaq və s. və bunun hər biri çox dəqiq şəkildə işləyir. Bu arada orada çox insan elə ictimai nəqliyyatdan istifadə edir. İctimai nəqliyyat deyəndə yəni avtobus, metro. Çünki xüsusən də metro ilə demək olar ki, hər yerə gedib çıxmaq olur. Yəni şəhərin istənilən bir nöqtəsinə gedib çıxmaq olur. Həddindən artıq çox çıxışları var. Metronun içi ümumiyyətlə elə bil ki, mall kimi bir şeydir, çox genişdir. Onun da şəkillərini bura yerləşdirərəm. Həm də yəni metro ilə hərəkət etmək daha rahatdır. Çünki orada bəzən elə olur ki, məsələn, küçənin biri burdadır, küçənin digəri isə burdadır, yuxarıdadır. Yəni daha rahat olur ki, siz metro ilə gedib həmin o çıxışdan çıxasınız, nəinki yerin üstü ilə o yolu tapmağa çalışasınız.
Bu arada məsələn metrolarda, ümumiyyətlə ictimai nəqliyyatdan istifadə etmək üçün Octopus deyilən bir şey var. Biz Octopusla hər şeyin ödənişini edirik və normalda tələbələr üçün ayrıca belə bir kart verilir. Təsəvvür edin ki, bildiyimiz Baku Bas kartıdır. Amma siz bu Baku Bas kartı ilə həm mağazalarda alış-veriş edə bilirsiniz, həm restoranlarda alış-veriş edə bilirsiniz, həm də dediyim kimi metroda, avtobusda bu kartla vurub keçə bilirsiniz. Bu kartın tələbələr üçün ayrıca bir versiyası var. Bu versiyada məsələn ictimai nəqliyyat demək olar ki, 2 dəfə daha ucuz başa gəlir. Bundan başqa növbəti mədəniyyət şoku mənim üçün qoca, yaşlı insanların səhər saat 6-dan 7-dən meditasiya, idmanla məşğul olmalarıdır. Təsəvvür edin ki, səhər saat 6-da 7-də həqiqətən də mən bir dəfə çıxmışdım universitetin həyətinə, gördüm ki, orada yaşlı insanlar gəliblər, bildiyiniz idmanla məşğul olurlar. Yəni bu insanların həyat sevgisi, həyat eşqi adam belə qalır ki, baş mən də böyüyəndə belə olsam. Təsəvvür edin ki, biz hikinqə gedirik, dağa falan çıxırıq. Görürük ki, yəni qocalar bizdən də tez gediblər, hətta çatıblar. Yəni adam belə məəttəl qalır ki, necə də? Çünki bizim ölkəmizdə normalda yaşlı insanlar məsələn nəvələrinə baxır və yaxud da çox da aktiv həyat tərzi keçirmirlər, amma onlarda əksinə elə bir şey yoxdur. Onlar düşünürlər ki, artıq işləri bitəndən sonra, artıq təqaüdə çıxdıqdan sonra indi əsas həyatı yaşamağa başlamaq lazımdır. Ona görə fərqli-fərqli aktivitetlərlə məşğul olurlar. Belə qrup-qrup hiking eləməyə gedirlər. Yəni ki, həqiqətən də adama çox maraqlı gəlir. Növbəti bir məsələ daha çox universitetlə bağlıdır. Azərbaycanda məsələn mən heç görməmişəm ki, hansısa tələbələr, da yəqin ki, bu çox azdır. Hansısa tələbə universitetin kampusunda gecələsin, ümumiyyətlə kitabxanada gecə saat 3-ə, 4-ə qədər qalsın. Amma bu bizim universitetdə çox normal bir haldır. 24 saat işləyən kitabxanalar var və kifayət qədər də çox tələbə gecə, yəni həmin kitabxanada oturur, dərs oxuyur. Məsələn, gecə çünki 1-də, 2-də metro və s. bağlanır. Bəzi uşaqlar yəni həmin kitabxanada qalırlar, sadəcə dərs oxuyurlar səhərə qədər ya da istəsələr yata bilərlər. Və təhlükəsizlik baxımından da heç kim narahat deyil. Çünki 24 saat universitetdə çoxlu mühafizələr olur. Yəni həmin o dediyim gecə saatlarında da həmişə universitetin hər yerində, hər küncündə, bucağında mühafizələr durur. Və ümumiyyətlə kampusun hər yeri, yəni universitet ərazisi işıqlı olur. Hətta kampusun içərisində təsəvvür edin ki, duş almaq üçün xüsusi yer var və yaxud da yatmaq üçün xüsusi yerlər var. Məsələn, idman zalına getmək istəyirsinizsə, tələbələr üçün bir neçə universitet ərazisində tamamilə ödənişsiz şəkildə sport zallar var və bunlardan bütün tələbələr əlbəttə ki, yararlana bilir. Eyni zamanda Medical Center, tibbi mərkəz var universitetin daxilində. Hansı ki, siz bura gedərək, məsələn, həkimin yoxlanışından keçirsiniz, dərman lazımsa sizə dərman yazır və gedirsiniz, yəni onu da ödənişsiz bir şəkildə elə universitetin özündən əldə edirsiniz. Yəni ki, tələbələr üçün həqiqətən də çox gözəl imkanlar var. Dostlar, bugünlük Culture Shock videosu bu qədər. Əgər bəyəndinizsə, şərh yazmağı, videonu bəyənməyi unutmayın. Əgər bu tip videoların davamını istəyirsinizsə, şərhlərdə qeyd edə bilərsiniz. Sağ olun, görüşərik.